Hər birinizi salamlayıram dostlar, kanalımıza və videomuza xoş gəlmisiniz. Başlıqdan da gördüyünüz kimi bugün süni intellekt videolarına baxırıq. Süni intellekt ağın çıxarıb həqiqətən də realda süni intellekt demək olmaz, elə bil ki realdır. Biz elə bilirik. Yəni mən elə bilirəm. Çox möhtəşəm düzəldirlər videoları, yəni adam baxanda elə bilir ki əslində pişik falan, nə bilim, maşazat. Videomuzu bəyənib kanalımıza abunə olmağı yaddan çıxarmayın keçdiyi videoya. Danışıq tərzli bir şey yoxdur məndə yəni. Maşan düzəldiblər. Ayda Lokko deyə va. Maşının içində oturubsa bildim ki Lokkodur. O necə düzəldiblər bunu ya? Maşan dişləri hardadır? Neysə, Maşa da Lokkuldadır. Bu necə düzəldilər belə, çox maraqlıdır. Pulla görəsən. Hələ də bilmirəm. Bu uşağın heç bir yaşı yoxdur. Bu necə oynayır belə? Uşağı elə bir torpaqdan çıxarıblar. Estağfurullah. Necə düzəldirlər bu videoları? Burada olan Lokka da axı bir də qaqaşdır. Bu necə uşağı çevirirlər, necə maşaya çevirirlər. O pişiyi də çeviriblər. Oy. Çox qəribədir. Pişik şübhəli görünür nəsə. Oydu. Bircə bu qalmışdı. Olsuz da tük üzdən seçilmir. Nəyə görə qırxır? Bütün qaradı başdan ayağa. Gəl canavar, gəl. Bu lap yaxşı da düzəlməyib əslində. Amma ki meymunun oynaması zorda axı. Meymun demək goril. Gorilla deyirlərdi deyəsən buna. Mən meymun deyirəm ümumiyyətlə belənciklərə. Qəşəng şalvar falan da geyinib, qara saroska. Saroska geyinməsə də olar, onsuz da bədəni qaradır. Dağlarda gəzən olar. Arada üz quruluşu dəyişilir bir-birlə. Süni intellekt də ona görədir. Hindistanlı oğlan. İçkisiz qarşılamaq olmaz. Yəni xoşbəxt olmaq üçün. Şaxta babanın vaxtı deyil məncə. Gələn gələrsən. Oydo. Əsl elə bil yəni dağlarda gəzən oğlan oturub maşında Lokko trendini canlandırırdı. Əsl elə bil elədir. Əslində elə deyil. Mən elə görürəm yəni. Bu düzəldir, necə düzəldir? Əsl Messi elə bil ki kölgə verir də saqqala. Hala oldu da bunu düzəldən hə. Məncə pulla deyə bu, pulsuz heç vaxt yəni bu cür keyfiyyətli video düzəltmək olmaz. Nəysə də Messi də kölgəsini verdi. Videomuz bitdi. Bir videomuzun da sonuna gəldik. Ümid edirəm video xoşunuza gəldi. Əgər bu video sizin xoşunuza gəldiysə videomuza like atıb kanalımıza abunə olmağı yaddan çıxarmayın. Gələn videolarda görüşmək ümidi ilə sağ olun, sevilirsiniz.